Hər birinizi salamlayıram dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Videoya başlayanda həmişə belə olur da məndə. Bugün nə edirik yadımdan çıxdı. Bugün efirlərdə baş vermiş, yəni Azərbaycan efirlərində verilişlərimizdə baş vermiş ən gülməli və ən maraqlı hadisələrə baxırıq. Videomuz biraz qısa olacaq. Video sadəcə həm də gülmək məqsədlidir. Sadəcə gülmək çəkirik, reaksiya veririk. Kiməsə nəsə demirik artıq. Yəni də gülmək üçün də, bizim videolarımız olsa da hamısı gülmək üçündür, güldürmək üçün reaksiya veririk. Yəni də maraq üçün reaksiyanı sevirəm axı. Nəysə, like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın keçdiyi videoya. Bu arada videoda çox montaj eləmirəm ha. Necədir elə? Biraz mahnı zad qoyuram mı heç? Like atın, like. Video mizah məqsədidir. Medium kanalın adıdır. O kanaldan götürmüşəm efirdə baş vermiş ən gülməli hadisələri. O kanaldan da izləyə bilərsiniz. Medium yazmağı ilə çıxır, yəni çox paylaşım eləyib efirlər haqqında, yəni gülməli anları toplayıb uzun bir hala gətirib paylaşır. Mən də Medium adlı bu kanaldan götürürəm, sizlər üçün reaksiya edib paylaşıram. Girişi çox zaddır, nəysə. Niyazi buradadır. Ne oldu ki anlamadım. Burada bir qəribəlik var. Yəni niyə görə ancaq ayaqlardan yapışır? Bir üzünə baxar da heç olmasa, yəni lap o qədər çox istəyirsə. Belə qucaqlayıb sığmaq başqa şeydir. Lap belə daha durub cəmaatı ayaqlarından tutdu, yıxdı yerə, lap elə yoxda da. Üzünə baxmır heç olmasa. Olsun yəni. Dol istəsən məni, Niyazi sevirəm səni. Əgər məni unutsan, sevdiyimi unutma. Yaxşı idi, amma arxa fonda mahnı zad olmalı idi də yəni. Dənizlər qədər dərin, sahillər qədər sərin, sənin ən gözəl yerin, mənə baxan gözlərin. Arxda yerimə, arxa düşərsən, qızıl gülü iyləmə, eşqə düşərsən, yanındakı sevgilini gündə görərsən, unutma Gülxanın bayramı. Çox özündən deməm mənəm mən, şərkatının mənbəyiyəm mənəm mən. İşdiyi sənin sırağın, sənə göndərən də mənəm mən. Şu da sözünü dedi də qısa konkret. Şeirdə deyir gedirə da. Səsi eylədi məni, özün öz elində götür qələmi, qeyd eli sevirəm səni. Oturmuşsan daş üstə, saç döküb qaş üstə. Ramad Bey dedi şeir yaz, Güney dedi baş üstə. Şeirdə deyir həm sözlərdən istifadə edir. Yəni sözlərdən istifadə edəndə ki, ürək sözlərini deyir, həm də ki şeir deyir. Asıl gün ağlayıb mənə. Ay qız. Ev verin mənə, şeir verin mənə, həyat yoldaşı verin mənə, uşaq verin. Belə danışıqla sən arzularına çatmayacaqsan. Nə oldu? Harada gördük ki, qışqıran adam yıxılır. Fikirləşmək lazım. Bunlar köhnə temalardır yəqin ki. Bizim sözləri düzgün seçmə qabiliyyəti. Vallahi xəstələndim Şəbnəm. Vallahi uşaqlar bax şahidlərimdir mənim. Orada 400 Özümü adam çox vardı. pis- Elə gəlməsəydin də olar. Ha. Nəysə. Qəlbini qırdı ya. Bu sevgi qozaldır mənim yaşımı. Gəl saxla canım yaxşımı? İzin ver bir dəfə qoyun başı. İzzət sinəli üstünə ayırım günüm. Ha, bunu çox ağladın da. Özə daya gətirən ağladı. Bir dənə ona başa düşdüm ki, incə sinə sözünü dedi orada. Mən bir dənə onu anladım. Qalanları nə bilim, nə dedi? Başqa dildə deyib yəqin ki. Oy, Rüya! Oy, üzvü görək. Neçə vaxt deyil görmürəm bunu TikTokda falan. Sonra yolunu gözləyirəm, çox xahiş edirəm gəl. Mən səndən xoşum gəlir. İstəyirəm səni. Sevirəm. Halal olsun da yəni. Görün necə sevir ki, utanmadan sevdiyini etiraf etdi. Ərinə itayət Allaha ibadət deməkdir. Ailəmin qulluğundayam, həyat yoldaşıma qurban olub qabağına qaçıram da qaçacağam da. Məni o özü hərbiçi, məni hərbiçi kimi böyüdü. İsa, yoldaşım məni hərbiçi kimi yetişdirib. Bir əskər kimi, mən onun əskəriyəm, o mənim komandirimdir. Bəli. Yəni bunu mütləq mən deməliyəm. Niyə mən gizlədim ki, nə etdiyimi deməməliyəm. Mən həyat yoldaşımın əskəriyəm. Komandir. Bəli. Yoldaşım nəfəs alırsa mən də alıram. O almışsa mən də alıram. Hər verilişdə yəni yoldaşını tərifləyir.
Yoldaşı da çox istəyir tərifləməlidir. Burada nə var ki? Kişinin qabağında isə yox mən deyəndə. O ola bilməz. Belə bir şey yoxdur. Azərbaycan Amma çox deyə elə bir çox tərifləyir biraz. qadının hüquqları, qadının bu mənim öz subyektiv fikrimdir. 2 dənə hüququ var. Bir əxlaqını qorumaq, bir də uşaqların yetişib gözəl tərbiyə vermək. Bəli, mən özünə hörmət qoyan qadına hörmət qoyuram. Kişi mütləq evdə söz kişinin keçməlidir. Əgər o evdə bərəkət istəyirsinizsə, ruz istəyirsinizsə, mütləq kişinin sözü keçməlidir. Kişi sözünü deməlidir. Çox tərifləyən kimi gəlir mənə, amma ki düz deyir də belə baxanda. Siz dedim də bugün o TikTok'ları, o terbiyesizleri xalqın qəhrəmanı eləyib imkan verin də. Düz deyir valla. Tərbiyəsizlər artıb TikTokda. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olmağı çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz. Düz 6 dəqiqəlik videodur. 7 dəqiqəyə doğru gedir. Neyse gözləməyəcəm 7 dəqiqə olsun. Sağ olun, sevilirsiniz. Bitdə daha.